Salam, hər vaxtınız xeyir olsun. Qaynana Gəlin kanalımıza xoş gəlmisiniz. Bugün sizlərə çox dadlı və fərqli olan bir plov növü, boyanalı plovu göstərəcəyik. Bu plovun həm dadı, həm də görünüşü həqiqətən çox gözəldir. Qaynanam əvvəlcə düyünü yaxşıca yuyub duzlu suda isladır. Daha sonra isə düyünü suyunu qaynamağa qoyub işini boyananı doğramaqla davam etdirir. Sonra isə düyünün altından düzəcəyi yuxaları doğrayıb istədiyi formada qatlayır. Qaynanam su qaynayana kimi bütün hazırlıklarını davam ettirir. Sonra isə düyünün üzərindən tökəcəyi kərə yağını əridir. Su qaynadıktan sonra istəyə ağız dadına uyğun olaraq duz əlavə edir. Sonra isə düyünü qaynamağa qoyur. Qazanın altına biraz kərə yağı əlavə edib yuxaları düzür. Düyü qaynayıb bişdikdən sonra ocağı söndürüb boyananı əlavə edir. Qaynanam bu prosesi son anda edir ki, boyananın həm ətri, həm rəngi itməsin. Yaxşıca qarışdırdıkdan sonra düyünü süzür. Boyananın bütün ətri evi bürüyübdür artıq. Boyana əsasən yaz fəslində daha çox olur. Ona görə də bu plov biraz da yazın dadını, ləzzətini xatırladır. Düyünün suyunu süzdükdən sonra dəmləyəcəyimiz qazana tökür. Sonra isə üzərində yerlər düzəldib yumurta əlavə edir. Yumurtalara yaxşıca yer açdıktan sonra artıq yumurtalarımızı bircə-bircə qırıb yerləşdirir. Əgər videonu bəyəndinizsə kanalımıza abunə olub like atmağı unutmayın. Fikirlərinizi də şərhdə yazın. Yumurtaların üzərindən biraz da duz əlavə edirik ki, dadı olsun. Üzərindən yağı da əlavə edib düyümüzü qoyuruq dəmlənməyə. Həm rəngi, həm ətri çox gözəldir. Boyananın bütün ətri evə yayılıbdır. Qazanın qapağını örtüb vamodda dəmlənməyə qoyuruq. Təxmini 20-30 dəqiqəyə boyanan dəmlənib hazır olur. Növbəti videolarda görüşənədək hələlik.